OTK sınavlarında istifadə olunmuş daha bir maraqlı suala baxaraq qeyd edim ki, bu sual 9-cu siniflər üçün keçirilən sınavlardan birində istifadə olunub. Həmin gecə biz Zəncandan çıxdıq və atışmanın şiddətli yerində gəlib onun dəstəsinə çatdıq. Cümləsindəki sözlərin təhlili ilə bağlı cədvəldəki uyğun fikirləri istəyir bizdən. Tünd qara hərflərlə verilmiş söz mənsubiyyəti qoy dəyişə bilər. Baxın, tünd qara hərflərlə verilmiş söz budur. Və şəxs əvəzliyi kimi işlənib bu nümunədə. Və biz bilirik ki, şəxs əvəzlikləri mənsubiyyət şəkilçisi qəbul edə bilməz. Mənsubiyyəti qoy dəyişə bilməz. Ona görə bir yanlışdır. 2-də deyir cümlə sadə sifətlə başlayır. Cümlə həmin söz ilə başlayır. Və bu sözdə sadə sifət yox, sadə əvəzlikdir. Yəni bu söz əvəzlik olduğuna görə 2-də yanlış fikirdir. 3-də deyir cümlədə deyir əvəzliklər ismi və sifəti əvəz eləyib. Deməli bizim 2 dənə əvəzliyimiz var idi. Həmin və biz. Bunlar da doğrudan da biri sifəti, digərsi ismi əvəz eləyib. Ümumiyyətlə əvəzliyin hansı nitq hissəsini əvəz etdiyini müəyyənləşdirmək üçün biz sözə sadəcə sual verməliyik. Görək hansı nitq hissəsinin sualına cavab verirsə, deməli elə həmin nitq hissəsini əvəz eləyib. Həmin gecə, baxın hansı gecə? Deməli sifət əvəz eləyib və biz Zəncandan çıxdıq. Yəni kim? Biz. Deməli burada da artıq ismi əvəz eləyib. Yəni 3 doğru fikirdir. 4 ilə 5-dən isə bunlar isə gördüyümüz kimi yanlış xanasındadılar və deməli bunların arasından da yanlış olanı seçməliyəm. 4-də deyir ki, cümlədə yer zərfi çıxışlı haldadır. Burada yəni bizi belə deyək ki, bu Zəncandan sözü ilə çaşdırmaq istəyir. Amma diqqətli olaq ki, Zəncandan sözü çıxışlı halda olan isimdir. Yer zərfi deyil. Yəni yer zərfləri bildiyimiz az sayda olan ora, bura, irəli, geri, sağ, sol, yaxın, uzaq, aşağı, yuxarı tipli sözlərdirlər. Zəncandan xüsusi isimdir, yer zərfi deyil. Yanlış fikirdir bu və ona görə də mən götürürəm. 5-də isə deyir ki, nümunədə ismin quruluş 3 növ var. Baxaq, deməli Zəncandan məsələn sadə isimimizdir. Atışmanın deyək ki, düzəltmə isim. Başqa mürəkkəb isimimiz yoxdur. Bu da yanlış fikirdir. Deməli bunu da götürürəm. Doğru cavab oldu 3, 4, 5. Yəni A bəndi. Onu da qeyd edək ki, artıq OTK-nın demək olar ki, bütün sınaqlarında bu tip cədvəl sualları bizim qarşımıza çıxır və bu tip cədvəllərdə böyük ehtimalla imtahanlarda da olacaq. Daha diqqətli olmalıyıq. Bu qədər, sağ olun.